Funksiyada maraqlı sualların izahını çəkirəm mən. Deməli, birinci sualda bizə nə deyir? Qrafik verir və deyir ki, K və B-nin işarəsini təyin edin. Biz bilirik ki, əgər funksiyanın qrafiki y oxunu müsbət istiqamətdə kəsirsə, deməli B-imiz böyükdür 0. Və buradan bucaq əmsalını biz görürük ki, kör bucaqdır. Yəni, kör bucaq olduğuna görə K-mız da kiçikdir 0. B-nin böyüyü K-nın kiçikdir 0 olduğu hala baxaq. B-nin böyüyü K-nın kiçikdir 0 olduğu hal olacaq C variantı. İkinci sualda bizə nə deyir? Y bərabərdir A üstəgəl 1x üstəgəl A çıxılsın bir funksiyasının qrafikinin absis oxunun nöqtəsindən kəsdiyini bilərək, -2,0 nöqtəsindən kəsdiyini bilərək A parametrin qiymətini tapın. Aparacağım, bu x-dır bilirik, bu da y-dir. Harada x var yerinə -2 qiymətini yazıb hesablama aparacam. Deməli olacaq -2a çıxılsın 2 üzərinə gəl a çıxılsın 1 bərabərdir 0. Buradan -a-nın 3 olduğunu, a-nın isə -3 olduğunu gördük. A bərabərdir -3, yəni A variantı. Daha doğrusu üçüncü sualda deyir funksiyanın qrafiki absis oxunu A0 nöqtəsində, ordinat oxunu isə 0B nöqtəsində kəsər. A üstəgəl B-ni tapaq. Yenə x, y yazaq. Birincidə deməli x-in yerinə A yazacağam. -a bölünsün 3 üzərinə gəl 2 bərabərdir 0. Buradan -a-na bərabərdir -2. Deməli, A-nın bərabərdir 6 olduğunu gördüm. A bərabərdir 6. İndi B-ni tapaq. Buranı silim. B-ni tapaq. Bu dəfə yenə x-a 0 verəcəm. Yazıram y bərabərdir 0 bölünsün 3 üzərinə gəl 2 bərabərdir 1. Buradan B-nin də 2 olduğunu tapdıq. B də 2-dir. 6 ilə 2-nin də cəmi olacaq 8. Dördüncü suala baxaq. Deyir ki, y bərabərdir kx plus b xətti funksiyasının grafikinə əsasən b çıxılsın 3k ifadəsinin qiymətini tapın. Yenə də burada y oxunu kəsibsə, deməli b-imiz -5-dir. Burada b-nin yerinə -5 yazıram. Yazıram y bərabərdir kx çıxılsın 5. Və x-in buradan -1 olduğunu gördüm. Yəni, bura 5 yazırıq, saxlayırıq. X-in -1 olduğunu, yəni -k çıxılsın 5 bərabərdir. Əgər x oxunu kəsirsə, y-i 0-dır. Bərabərdir 0. Buradan k-nın deməli -5 olduğunu da tapdıq. K da -5-dir. Yazıram -5. Mənfini mənfiyə vuranda bilirik ki, müsbət edir. -5 plus 15 bərabərdir 10. Cavabımız olacaq 10.